Hər vaxtınız xeyir olsun. Rekord TV'nin efirində siyasi kod verilişindəsiniz. Bugünkü qonağım tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhməddir. Dilqəm, xoş gördük sizi. Xoş gördük, təşəkkür edirəm. Əziz dostum, bizim görüşümüz elə bir vaxtda təsadüf eləyir ki, dünən Cumhuriyyətimizin bayramı idi, Respublika günü idi. Və 2 gün əvvəl də, daha doğrusu 3 gün əvvəl də Azərbaycan tarixində özünə şərəfli bir yer tutmuş Gəncə üsyanının ildönümü idi. Gəl Cumhuriyyətimizdən başlayaq, Dilqəm. İlk sualım sənə, belə deyək, biraz qıcıqlandırıcı görünməsin. Deyirlər, 2 ilə yaxın ömür sürdü, 23 ay ömür sürdü Azərbaycan Cumhuriyyəti. Bəziləri səhvlərimizdən danışırlar, Cumhuriyyətimizin səhvlərindən. Cumhuriyyətimizin səhvləri var idi mi? Çünki bir respublika ki, bir qurum ki, dövlət ki, süquta uğradı, deməli, müəyyən səhvlər var idi. Xarici müdaxilələr təbii ki, öz yerində. Obyektiv müdaxilələr, obyektiv səbəblər öz yerində, subyektiv səbəblər də var idi. Nə idi Cumhuriyyətimizin səhvləri? Əlbəttə ki, dediyiniz kimi, əgər işğal faktı baş verdisə, Rus qoşunları Azərbaycana girdisə, parlamentə toplar tuşlandısa, demək ki, burada havadasa səhv etmişik. Mən bəzən bu səhvləri dönəmin biraz idarəçiliyi ilə bağlayıram. Məsələn, açıq demək lazımdır ki, Azərbaycan Cumhuriyyəti Türkiyə Cumhuriyyətindən fərqli şəkildə ortaya çıxdığına görə bizdə demokratik prinsiplər, parlamentar idarəçilik daha ön plana çıxdı. Amma eyni vəziyyətdə Türkiyə Cumhuriyyətini hərbiçilər qurduğuna görə orada biraz daha mütləq idarəçilik hökm sürməyə başladı. Azərbaycan kimi ölkələrdə, yeni qurulan imperiyadan çıxmış ölkələrdə bu qədər aşırı parlamentar idarəçiliyin, bu qədər aşırı demokratik idarəçiliyin olması biraz doğru olmadı, sanki mənə elə gəlir. Düzdür, bugün biz parlamentin iclaslarına baxanda böyük bir qürur hissi keçirdirik. Orada təmsil olunan qeyri-müsəlmanların olduğunu görəndə böyük qürur hissi keçiririk. Çünki bu bizim dünyaya vizit kartımızdır, imicimizdir. Amma bir də var ki, dövlətin varlığı üçün atılmalı olan addımlar. Məsələn, Mustafa Kemal Paşa dövlətin mövcudluğu üçün ən yaxın silah yoldaşı Kazım Qarabəkir Paşanı belə ev həbsinə salmışdı. Yəni, təbii ki, mən demirəm ki, antidemokratik bir idarəçilik olardı, amma sadəcə bəlkə də biraz daha sərt rejimdə olmalı idi ki, çünki davamlı şəkildə bu ermənilər üsyan qaldırırdılar Qarabağda, eləcə də Bakıda qeyri-müsəlmanların tətilləri oldu və s. hadisələr baş verirdi və nəzərə alaq ki, İngilis qoşunları var idi, Türk qoşunları yeni getmişdi, digər tərəfdən yuxarıdan denikinçilər var idi. Yəni, elə bir qarışıq bir sistemdə yerləşirdik ki, bunların içərisində biz parlamentdə yığışıb hər bir şeyi rahat şəkildə müzakirə etmək biraz səhv sanki burada oldu və çünki partiyalar arasında davamlı problemlər var idi. Yəni 23 ay ərzində 5 hökumətin dəyişilməsi əslində normal bir şey deyil. Yəni bu baş verməməli idi və ona görə də biraz sanki mən səhv deməyim də, yəni sanki idarəçilik bu şəkildə boşluqlar var idi. Boşluqlar var idi. Bu da Cumhuriyyət qurucularımızın, babalarımızın belə deyək, o demokratikliyindən, ilk demokratik Cumhuriyyət qurma istəklərindən. Şübhəsiz ki, insana çox xoş gəlir. Məsələn, parlamentdə baş nazirin evindəki əşyaya qədər müzakirə edilibdir ki, sən vəzifədən gedəndən sonra onu dövlətə geri qaytarmalısan. Yəni, bu insana aşırı xoş gəlir. Amma nəzərə alaq ki, yəni, bu prosesin axırında bunlar da təbii ki, daxili səbəblər idi, amma xarici səbəblər daha çox idi. Çünki bolşeviklər Bakı neftini əsla və əsla əldən vermək istəmirdilər. Hətta bununla bağlı yəni Stalinin də qərarları var idi. Mütləq şəkildə Bakı mütləq şəkildə ələ keçiriləcəkdi. Sanki şans üzümüzə görmədi. Və təbii ki, burada ən böyük problem ingilislərin getməsi oldu. Yəni, açıq demək ki, ingilislər Azərbaycanda bir müddətdə qalsaydı, daha yaxşı vəziyyət yaranacaqdı. Çünki onların getməsi bizi açıq təhlükə altına qoydu. Yəni, etiraf etmək lazımdır ki, biz bir çox şeyləri ingilislərdən öyrənə bildik.
Yəni bunu da demək lazımdır. Məsələn, Qarabağdakı bəzi məsələlərin həllində ingilislər bizim tərəfimizdə oldular. Bunu demək lazımdır. Başqa xarici işğalçıların buradan qovulmasına, əl çəkməsində ingilislərin yardım oldu. Yəni qarışıq bir zaman idi və bu zamanda baş çıxartmaq olduqca çətin idi. Nəzərə alaq ki, bizimkilərin də ən böyük təcrübəsi Rusiya Dumasındakı seçkilər idi və yaxud da ki, Qurultaylardakı seçkilər idi. Yəni çox böyük bir təcrübəmiz də yox idi, amma nəticəsi göz qabağındadır ki, bugünkü dövlətimiz varsa, biz birbaşa ona borcluyuq. İndi tamaşaçılarımız deyə bilərlər ki, xeyr ola 28 may ilə bağlı veriliş edirsiniz, amma Cümhuriyyətimizin süqutundan danışırsınız. Nəyə görə? Çünki bizi yandıran Cümhuriyyətimizin süqutudur. Təbii ki, qurulması hamımız üçün şərəfdir, şan şöhrətdir. Amma süqutu bizi daha çox yandırır. Deyirəm, Türkiyənin adını çəkdin, bizim Cümhuriyyət qurulanda Osmanlı dönəmi idi, belə deyək. Doğrudur, indiki Türkiyə yəni bir çox çətin bir durumdaydı. Çünki özün bilirsən, məndən yaxşı bilirsən təbii ki. Birinci Dünya müharibəsindən çıxmış bir ölkə, işğal olunmuş bir ölkə. Amma həmin dövrlərdə, Cümhuriyyət dövründə Azərbaycanın Türkiyənin tərkibində olmasıyla bağlı da fikirlər səslənir və bunu da çox ciddi adamlar deyirlər. Doğrudurmu? Məsələn, deyək ki, Nuru Paşa deyək ki, bura gələndə, hətta onun hərbi, kim idi onun müşaviri? Siyasi müşaviri bizim əziz Əhməd bəy Ağoğlu. Böyüyümüz Əhməd bəy Ağoğlu idi, ağsaqqal. O fikrə sən necə yanaşırsan? Mümkün idi mi o vaxtı bunu həyata keçirmək? Osmanlının təbii ki, bəzi qruplarında belə bir düşüncə mütləq ki, var idi. Hətta bəzi xatirələrdə Ənvər Paşanın Osmanlı, Azərbaycan, Dağıstan ittifaqı kimi bir dövlət qurma projesi də var idi. Çünki Osmanlı bir çox cəbhələrdə məğlub olmuşdu və yeganə son illərdə qazandığı ən böyük uğur Bakı cəbhəsi idi və ona görə də bu düşüncələr var idi. Hətta Qafqaz İslam ordusunun gəldiyi ərəfələrdə də Türk arxivlərində var. Bizim bölgələrdən Türkiyəyə məktublar göndərildi sultana ki, siz gəlin bizi bu zülmdən xilas edin. Yəni zülm dedim o anarxiya dönəmi, ermənilərin baş qaldırdığı və s. Və biz Osmanlıya birləşmək istəyirik. Hətta Gəncənin məşhur Şeyxülislamlarla İttihat Partiyasının üzvü olan Pişnamazzadə də digərləri də yəni bu düşüncədə idi və bu da təbiidir. Çünki o dövrdə yəni Osmanlı, Azərbaycan yəni fərqli ölkələr deyildi əslində. Yəni çox iç-içə idi. Yəni biz o Səfəvi Osmanlı münasibətlərindən qalma bir məsələ var idi. Hətta Çar Rusiyası dövründə Azərbaycanın sünni kəsimi özünə padşah kimi Osmanlı sultanını gördü. Şiə kəsimi Qacar şahını gördülər. Yəni Əhməd bəy Ağoğlu Parisdə daha doğrusu Londonda Şərqşünasların qurultayına çıxış edəndə ona üzvü Nəsrəddin Şah göndərmişdi. Yəni xalqın düşüncəsində ora bağlılıq həmişə var idi. Yəni bu da təbiidir. Çar hər zaman təbii ki işğalçı idi. Yəni Çarı heç kim özünün faktiki padşahı hesab etməyibdi. Və təbii ki bu işin içərisində Əhməd bəy Ağoğlu da var idi. Unutmayaq ki Əhməd bəy Ağoğlu Azərbaycana gələndə İttihat və Tərəqqinin təmsilçisi idi. Nuru Paşanın siyasi müşaviri, yəni Osmanlı təmsilçisi idi və Əhməd bəy Azərbaycanın müstəqil yaşayacağına inanmırdı. Ona görə də gələn kimi iyun böhranı baş verdi. Yəni bu böhranı izləyicilərimiz yəqin ki bilir. Bilməyənlər üçün deyək ki, Rəsulzadəni, Nəsib bəyi bir növ Milli Şuradan uzaqlaşdırmaq və Osmanlıya daha yaxın insanları hökumətə gətirmək planı var idi, amma baş tutmadı. Rəsulzadə müvəqqəti olaraq Milli Şuranı buraxdı, özünü də İstanbula göndərdi və yenidən Xoyski hökuməti quruldu. Burada deyilə bilər ki, Osmanlı məğlub olmasaydı bu prosesin axırı nə olacaqdı? Təbii ki, tarixdə biz bunları düşünmürük. Amma fakt budur ki, Bakını azad edəndən sonra istədiklərini eləyə bilərdilər. Yəni, Osmanlı faktiki deyərdi ki, yəni bura bizimdir, Bakı Osmanlınındır. Və salam, yəni hökuməti də ləğv edirik. Yəni sentyabrın 15-dən sonra o kim nə deyə bilərdi ki? İrəli sürə bilərdi. Bəli, kim nə deyə bilərdi ki? Amma niyə sürmədi? Yəqin ki alınmadı. Həm də unutmayaq ki, Osmanlı ordusu bura rəsmi müqavilə nəticəsində gəlmişdi. Düzdür, danışmalar, görüşlər daha əvvəldən yanvar ayından başlamışdı və unutmayaq ki, Nuru Paşanın qoşunları Zəngəzura mayın 23-də girmişdi və 25-də artıq Gəncədə idi, 28-də biz müstəqillik elan etdik, 4-də artıq müqavilə imzalandı. Yəni bu danışıqlar başdan aparılmışdı və əlbəttə ki, Nuru Paşa da öz başına deyirdi. Əgər birləşdirmə olacaqdırsa, bu Ənvər Paşadan, ardınca Sultandan olacaqdı. Amma görünür ki, Sultanın nəzərində və
və yaxud da ən yuxarı başqa bir kurarlarda, yəni bu istənilməyibdir. Yəqin ki, işğalçı durumuna düşmək istənilməyibdir. Yəni istəsəydi və əhali də mənə gəlir ki, çox da etiraz etməyəcəkdi. Razıyam səndən o mənada. O mənada razıyam. Bilirəm, bir də daha çox danışılır o dövrdən danışanda Atatürkün məşhur məktubundan. Siz bizə deməli silah və sursat göndərirsiniz. Yanılmıramsa belə idi Telegramda, Leninə yazdığı Telegramda. Biz isə 3 Qafqaz Cumhuriyyətini, Ermənistanı, Gürcüstanı və Azərbaycanı bolşevik dövlətlər qrupuna soxmağa belə deyək, yükləniyoruz, belə deyək, Osmanlı ləhcəsində, belə Türkçə türkçəsində. Yəni ona etiraz etmirik. Təxminən belə bir məktub. Amma o Telegram çox sonralar, artıq iyun ayında gəldi çıxdı. Artıq onda Azərbaycan işğal olunmuşdu. Yəni Atatürklə bağlı bizim indi dostlarımız da var. Bəzən deyirlər ki, yox, Atatürk Azərbaycanın müstəqilliyini istəmədi. İstəsəydi bəlkə nəsə olardı. Mən açıq deyim, o fikirdə deyiləm. Atatürk istəsəydi belə nəsə eləyə bilməzdi. Sənin fikrin maraqlıdır. Əlbəttə ki, baxın, yəni Qafqaz İslam ordusunun Azərbaycana gəlişi ilə bağlı qərarın verildiyi dönəmdə Osmanlı başqa bir gücdə idi. Amma TBM hökuməti dövründə verilən qərardat gələcək Türkiyə başqa bir konumdaydı. Və bu baxımdan artıq qısa bir müddət olsa da artıq fərqli biz hadisələrdən bəhs edirik. Məsələn, birincidə baxmayaraq ki, Osmanlı məğlub olmuşdu, məğlubiyyətə doğru gedirdi, amma çox, yəni müəyyən qədər gücü var idi. Amma ikincidə isə artıq Türkiyə Mondrosu imzalamışdı. Ondan sonra əl qolu bağlamışdı. Hər tərəfdən vəziyyət çox kritik haldaydı, İstanbul işğal altındaydı və belə bir müddətdə istənilən dövlətin lideri birinci özünü düşünəcəkdir. Yəni bu baxımdan Mustafa Kemal Paşanın artıq Qafqazda nələr baş verəcəyini düşünə bilməzdi. Yəni yeni bir cəbhə aça bilməzdi. Necə var ki, bolşeviklər də zəif deyildilər. Yəni bu baxımdan Mustafa Kemal Paşa dövrün şərtləri nəticəsində bu prosesə məcbur qaldı deyək. Yəni göz yuması oldu və həm də o dövrdə düşünürdülər ki, bolşevikləşəcək, amma müstəqil dövlət kimi qalacaq. Yəni bu düşüncələr də vardı. Necə var ki, Sovet Azərbaycanının Ankarada səfiri açılanda bayrağını Atatürkün özü qaldırmışdı. Hətta məşhur Azərbaycanın sevinci, kədəri sözünü Sovet Azərbaycanı üçün işlədibdi. Yəni o dönəmdə işlədibdi. Bu baxımdan biz Atatürkü ittiham edə bilmərik. Yəni Türkiyənin yenidən 15 sentyabr hadisəsi yaradacağını gözləmirdik açıqcası. Amma burada bir həssas məsələ var ki, təəssüf ki, həmin Qafqaz İslam ordusunun Bakıda olan bəzi təmsilçiləri başda Xəlil Paşa olmaqla faktiki bolşevik Rusiyası ilə əlaqədə ittifaqda olublar. Bunu Rəsulzadə hələ 23-cü ildə və İstanbulda çıxan Azərbaycan Cümhuriyyəti kitabında açıq göstəribdir. Yəni əməkdaşlıq ediblər. Hətta Kazım Qarabəkir Paşanın da bir məktubu var ki, biz burada Sovetlərlə yaxşı münasibətdəyik, amma Nuri Paşa Qarabağda üsyan çıxardı. Yəni Nuri Paşa xaric əksər, yəni Osmanlı zabitləri təəssüf ki, bu işin içində olublar. Hətta Azərbaycanda olan bəzi Osmanlı müəllimlər, filan, yəni bolşeviklərlə əməkdaşlıqda iştirak ediblər. Amma burada bir nöqtəni unutmayaq. İşğalın ana səbəbi var, bir də ona təsirin kiçik başqa səbəblər var. Bəzən bu məsələləri ona görə gündəmə gətirirlər ki, ana işğalçını, yəni Azərbaycanın Rusiya tərəfindən işğalını sanki yumşatsınlar, sanki bir ittifaq nəticəsində işğal edilir. Elə deyil. Rusiya faktiki şəkildə Azərbaycan dəfələrlə nota verdi, Çiçevinin notaları. Qarabağda üsyanı onlar qaldırdı. Eləcə də Bakıda fəhlə hərəkatlarını onlar qızışdırdı və bir şəkildə Topları parlamenti onlar tuşlatdırdı və bir şəkildə ölkəni yıxdılar. Yəni qalan şeylər artıq işin təfərrüatıdır. Elədir. Parlament stenoqramlarından danışdın, parlamentdə müzakirələrdən danışdın. Maraqlı orada detallar var. Məsələn, deyir ki, nəyə görə Müsavat hökuməti torpaq islahatını həyata keçirmədi. Bu əsasən sosialistlərin tələbləri idi. Niyə keçirmədilər? Bəlkə Bəyxan hökuməti idi də, Sovet təbliğatında deyildiyi kimi ona görə keçirə bilmədi də. Yox, bilirsiniz, bəzən mən nə düşünürəm? Məsələn, bizim bu Orta Asiyadakı dövlətlərimiz 35 ilə yaxındır müstəqildir, amma hər vaxtın əlifbasına tam keçə bilmirlər, yəni bir əlifbanı dəyişə bilmirlər. O baxımdan biz 23 ayda o qədər böyük gözləntilərimiz var ki, yəni bu torpaq islahatını həyata keçirir
məməsi deyiləndə, amma nəvərin həyata keçirdiyində unutmamaq lazımdır. Amma torpaq məsələsi elə bir həssas məsələ idi ki, yəni bu bir anın içərisində ola biləcək bir şey deyildi. Nəzərə alaq ki, Cümhuriyyətə qədər torpaq məsələsi Çar Rusiyasının qoyduğu qaydalarla idarə edildi və orada da yəni xüsusi mülkiyyətə çox önəm verilirdi və bir çox Azərbaycanın bölgələrində iri torpaq sahibləri var idi, mülkədarlar, Qarabağda olsun, Şirvanda olsun və bir anlıq düşünün ki, ölkədə Cümhuriyyət qurubdur və həmin torpaqlar alınır, verilir kəndlərə. Və alınır, verilir kəndlərə. Həmin insanların da müəyyən qədər gücü var. Yəni boşuna deyil, yəni onların da dəstəsi var, onların da nüfusu var xalq arasında, eləcə də. Vəsaiti var. Bəli, bu bir gündə baş tutacaq bir məsələ deyildi. Və parlamentdə təbii ki, iki görüş var idi. Müsavat deyirdi ki, yəni bütün xüsusi mülkiyyət tam alınmasın, yəni zamanla müəyyən qədər amma yenə də kəndlərə torpaq veriləcək və yaxud da az torpaqlı kəndlərin torpağı artırılacaq. Amma hümmətçilər, sosialistlər deyirdilər ki, bir mənavi şəkildə torpağı almaq lazımdır. Amma nəzərə alaq ki, aldılar sonra özləri, nə etdilər? Qısa zamanda yenə qaytardılar. Məşhur filmdə deyildiyi kimi də deyir, Lenin nə deyirdi? Deyir ki, torpağı kəndliyə ver. İndi siz də təzədən alırsınız kəndliyə. Təzədən aldılar, daha biabırçı vəziyyət yarandı və inanın ki, Azərbaycanda ən az tədqiq edilmiş sahə kəndli üsyanlarıdır. 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində Azərbaycanı başdan başa kəndi üsyanları bürümüşdü. Nə qədər insanı həbs etdilər, nə qədər insanı repressiyaya məruz qaldı, nə qədər insan Türkiyəyə qaçdı, İrana qaçdı. Yəni ki, bu da göstərdi ki, yəni heç də bu baş tutmadı. Hətta növbəti illərdə insanların kolxoza olan inamsızlığı, yəni ümumi təsərrüfata olan inamsızlıq bu insan təbiətinə də zidd bir şeydir və nəticədə gördük ki, yəni bunlar heç bir zaman uğur qazanmadı. Bu baxımdan mən düşünürəm ki, yəni müsavat daha doğru düşünürdü. Xüsusi mülkiyyət də olmalıdır. Eləcə də kəndlərdə torpaq paylanmalı idi. Eləcə də yəni dövlətin də mülkiyyətinə torpaqlar olmalı idi. Amma dediyim kimi bu birdən-birə başa gələcək məsələ deyildi. Bunu bir zamana buraxmışdılar mənə evə gəlir. Çünki bəzi məsələləri həll etmək çox çətin idi. İnanın ki, vəziyyət o qədər kritik idi və bir şey də unutmayaq ki, erməni təcavüzü nəticəsində Azərbaycanda 600-dən çox kəndlər dağıdılmışdı. Kəndlərin 500 minə yaxın sayı azalmışdı. Yəni ki, vəziyyət Zəngəzurda nələr baş verirdi? Yəni bu havurda, yəni asan şəkildə torpaq istifadə keçirmək mümkünsüzdür. Elədir. Razıyam sizlə. Bir də Dilqəm, mən əvvəlcə dedim, söhbətin əvvəlində dedim sənə, bizim bir Gəncə üsyanı Azərbaycan tarixinin qanlı bir səhifəsidir. Amma həm də düşünürəm şərəfli bir səhifəsidir. Mənim xatirimdədir, mən o vaxtı Azərbaycan televiziyasında işləyirdim. Gəncə üsyanı ilə bağlı bir silsilə verilişlər elədim, sənədli filmlər elədim. Bizim müsahiblər vardı, deyirdilər ki, filan qaçaq, bax belə döyüşdü, filan qaçaq bunu elədi və yaxud deyir, Gəncə üsyanının şahidinin yazdığına görə bax bu Gəncə çayında, Gəncə çayı qan axırdı, bax bu çay. Gəncə üsyanı düşünürəm ki, bilmirəm, qələbə qazanmaq mümkün idimi Gəncə üsyanında? Hərdən fikirləşirəm mən o haqda. Mümkün idi qələbə qazanmaq. Əgər Gürcüstan yardım etsəydi, mümkün olardı. Aha. Mənə elə gəlir ki, yəni Gürcü qüvvələri Gəncəyə dəstək olsaydılar, qazanmaq olardı və ola bilsin ki, yəni Gürcüstan düşünürdü ki, həqiqətən öz müstəqilliyini qoyub saxlayacaq. Dəyməyəcək. Ona görə də bir məsələni unutmayaq. Ümumiyyətlə, mən Gəncə üsyan düzdür, Cahangir bəy də üsyan yazır. Amma mən həmişə nə düşünürəm? Yəni, üsyan adətən harda baş verir? Yəni, bir ərazi müstəmləkə altındadır, orada üsyan baş verir. Gəncə hərəki azad idi. Və ona görə də buna Gəncə dirənişi demək daha... Gəncə hərəkatı, Gəncə dirəniş demək məncə daha doğru idi ki, Bakı işğal olunsa da birinci paytaxt işğal olunmamışdı və birinci paytaxtı qorumaq, qüvvələri bir arada tutmaq üçün mübarizə gedirdi və 10 mindən çox Gəncəvi şəhid oldu. Və hətta SSR dönəmində Gəncədə əhalinin statistikasına baxanda bu açıq şəkildə görünür. Həddindən açıb, təbii ki, Ruslar tərəfindən də təbii ki, öldürüldü. Çox qaçanlar qaçdı. Bu baxımdan böyük bir dirəniş idi. Məsələn, Azərbaycanın hər yerində üsyanlar olmuşdu. Qarabağda da, Şəkidə, digər yerlərdə də, amma Gəncə bunun şah əsəri idi. Çünki onu həm də bizim Cümhuriyyətin zabitləri idarə edirdi. Şixonski idi, Kazımbəyli idi. Qacarlardan var idi. Kazımbəyli çox gözəl xatirələr yazdı mühacirətdə, detallı şəkildə və orada dediyiniz qaçaqlar da var idi, xalq qəhrəmanları da var idi, Sarı Ələkbər olsun, Dərial olsun, başqaları olsun. Yəni ki, çox maraqlıdır ki, hələ də mənə elə gəlir ki, Gəncə üsyanı haqqında biz çox şey bilmirik.
Mən elə gəlir. Çünki biz daha çox xatirələrdən, yazılanlardan öyrənirik, amma bu prosesi daha dərindən açmaq lazımdır. Ümumiyyətlə Azərbaycanda 20-ci illərdəki, 30-cu illərdəki bu üsyanlar, qiyamlar, dirənişlərin hamısı detallı şəkildə araşdırılmalıdır. Ümumiyyətlə may ayı bizim üçün həm dediyim kimi də həm sevinc ayıdır, həm də Gəncə üsyanına görə bir kədar ayıdır, bir yükdür bizim üçün. Amma bütün hallarda düşünürəm Cümhuriyyətimizin qurulmasını dediyin kimi, Cümhuriyyət qurulandan sonra çox işlər gördü. Elə universitetin açılması, sonra mətbuat haqqında qanunun qəbulu. Mən mətbuat haqqında qanunla bağlı müzakirələrə baxdım parlamentin stenoqramlarında. Bilirəm, mən dəhşətə gəldim ki, illər sonra baxdım ki, o qanunun müzakirəsi hələ də bizdə də real idi. Məsələn, 2000-ci illərin əvvəllərində, 99-cu mən ona görə yenə fikrimə qayıdıram ki, zamanı o qədər sürətli qabaqlamışdılar ki, və o da biraz mənfi nəticə verdi. Yəni ki, düşünün ki, ölkədə bir ovuc Alman var, onların da təmsilçisi var. Yahudinin də var. Hamının təmsilçisi var. Yəni, bütün azlıqların hamısının hüquqları qorunurdu. Yəni, bu şəkildə, yəni aşırı demokratik dönəmə görə, məsələn, Türkiyədə tək partiya dönəmi bitənə qədər, yəni bunlar baş vermədi, mən deyərdim ki. Çox maraqlıdır ki, məsələn, Cümhuriyyət dövründə Əli Bayramov aydındır. Bu, Cümhuriyyətin əleyhdarı idi, düşməni idi. Amma Əli Bayramovun həyat yoldaşı parlamentdə işləyir. Yəni, bunu bilirdilər ki, bu Əli Bayramovun həyat yoldaşıdır da. Əlbəttə ki, yəni mən deyim ki... Belə detalları oxuyanda mənə qəribə gəlir. Yəni, açıq şəkildə parlamentə baxanda sosialistlərin hərəkatı olsun, digərlərinin çıxışları olsun. Yəni, düşünün ki, Səməd Ağamaroğlu parlament vəğv ediləndə bazar bağlandı deyən adam. Yəni, bundan parlamentin münasibəti də əslində yəni, aşağı-yuxarı bu idi. Yəni, bu baxımdan o parlament stenoqramı, yəni demokratiyamızın təntənəsidir. Yəni, bunu demək lazımdır. Mən də hər oxuduqca böyük zövq alıram və qəribə hər dəfə yeni şeylər görməyə başlayırıq. Yəni, bu baxımdan möhtəşəm bir 145 iclas olubdur. Hər şey müzakirə edilibdir. İnsan o qədər xoş gəlir ki, hətta tutaq ki, kimsə rusca danışanda etiraz edib çıxanlar olubdur. Yəni, insana xoş gəlir həqiqətən. Hətta rus dilində yanılmamışsa stenoqramlar ayrıca cirit kimi. 2 ciltdir, yoxsa 2 cilt olmalı? Əslində, 2 cirit Azərbaycan dilində olanda, bir cirit də rus dilində. Bilirəm, sən Türkiyə arxivlərində çox işləmsən. Mənim üçün maraqlıdır. Türkiyə arxivlərində Cümhuriyyətin qurulmasıyla bağlı, süqutunla bağlı, Gəncə üsyanla bağlı sənədlər falanlar varmı? O Türkiyə arxivində ayrıca Azərbaycan bölməsi var. Hətta orada Cümhuriyyətlə bağlı bəlkə də 1000-ə yaxın sənədlər qoyulubdur. Mən açıq həvədə çözə bilməmişəm ki, o sənədlər Azərbaycandan alınandır. Çünki bəziləri deyir ki, o sənədləri Bakıda olmuş bir Osmanlı zabiti Türkiyəyə aparıbdır. Çünki ondan bir çox Azərbaycan arxivlərində yoxdur. Yəni ki, rəsmi bizim hökumətin sənədləri də qorunubdur, saxlanılıbdır. Hər kəsin hazırda, yəni rahat şəkildə girişi var. Və yəni Türkiyə arxivində çoxum hadisələr var. Zəngəzurda baş verənlərdən, Qarabağda baş verənlərdən hamısını yaxından izləyiblər, hesabatda hazırlayıblar. Amma eyni zamanda da mühacirət dönəmində də, məsələn, bizim mühacirlərin Avropadakı fəaliyyəti, Türkiyədəki fəaliyyəti haqqında saysız hesabsız raportlar var. Yəni, bir növ Türkiyə hökuməti bunlara yaşamalarına, fəaliyyət göstərmələrinə icazə verməklə yanaşı, bütün fəaliyyətlərini də hər bir dövlətin etməli olduğu şəkildə kəşfiyyat xarakterli hamısını toplayıblar ki, hətta 28 may günü hansı mühacirin evində toplantı baş tutubdur, orada kimlər iştirak edibdir, hamısının adı, soyadı, hamısı detallı şəkildə var. Hətta Rəsulzadəni bir dəfə çağırıblar, bu yeni sənəd açıqlandı, 2025-ci ilə aiddir ki, sən başqa bir ölkəyə əməkdaşlıq etdiyin zaman, burada Polşanı nəzərdə tuturdular, Türkiyə əleyhinə fəaliyyət göstərməyəcəyinə söz verməlisən və Sud açıq şəkildə deyib ki, yəni mən bir Türk ölkəsinin azadlığının yenidən geri almaq istədiyim zaman, yəni Türkiyəyə qarşı təbii ki, əleyhinə fəaliyyət göstərməyəcəyim. Yəni, bir güvənsizlik də olub açıq şəkildə, amma eyni zamanda çoxu da dəstək veriblər. Amma Dilqəm, etiraf eləyək, Azərbaycan elə bir vaxt da qazanmadı ki, xarici əlaqələrin də bir qursun. Məsələn, indi mən düşünürəm, deyək ki, 18-20-ci illərdə Azərbaycanın, indi o vaxt Osmanlı gedirdi də, Osmanlı ilə nə əlaqəsi var idi, hansı, deyək ki, xarici siyasət əlaqələri ola bilərdi.
İranla hansı xarici siyasət əlaqələri ola bilərdi? Bir dənə Rusiyada oradan ultimatum verməklə məşğul idi. Bəli. Elə nota verməklə məşğul idi. Bəli. Yəni o dövrdə bizim ən böyük məsələmiz Tanınması idi. ölkənin tanınması idi. Səfirliklər açdıq, məsələn Türkiyədə, Osmanlıda açdıq, ən son Tehranda da açdıq, ta ki Ukraynada var idi, yəni Dağıstanda, Ermənistanda, Gürcüstanda var idi. Yəni öncə qonşularda diplomatik təsisatlarımızı qurduq və təbii ki, dünyanın mərkəzlərindən biri İstanbul olduğuna görə bizimkilər İstanbul üzərindən hərəkət etməyə çalışırdılar və ona görə də Əli Mərdan bəyin böyük təcrübəsi olduğuna görə, hüquqşünas olduğuna görə əvvəlcə İstanbula onu fövqəladə nümayəndə kimi göndərmişdilər və o İstanbulda çoxlu görüşlər keçirdi. Qacar dövlətinin təmsilçisi ilə, başqaları ilə də önəmli görüşmələr keçirdi. Yəni bir növ bizimkilər yavaş-yavaş alışırdılar və təbii ki, bunun ən böyük təntənəsi artıq Parisə göndərdiyimiz sülh heyəti idi ki, onu da çox demokratik seçmişdilər. Yəni hər partiyadan təmsilçi var idi və nəticədə yəni 18-də dövlət qurursan, 19-cu ildə düz bir il sonra Parisdə Woodrow Wilsondan qarşı-qarşıya oturursan və ondan Azərbaycanın tanınmasını istəyirsən. Yəni bundan artıq nə edə bilərdilər? Elədir. Və Wilson da deyir ki, mən hələ inanmazdım ki, Azərbaycan... Bəli, 2 dəfə sonradan bəhs edirdi bizim heyət haqqında. Yəni bəzən elə danışırlar ki, 23 ay, yəni hazırda yəni bir göz qırpımında keçəcək qədər bir müddətdir. Unutmayaq, yəni təhsil sahəsində 2 böyük addım. 100 nəfər, yəni o Harvardda kimin ağlına gələrdi? 100 nəfər xaricə göndərirdi, universitet açırdı, məktəbə milliləşdirirdi, müəllimlər qurultayları keçirirdi və bu hər sahədə var idi. Mədəniyyətdə də, səhiyyədə də, yəni həddindən çox addımlar atırdı və təbii ki, bacardıqları da oldu, bacarmadıqları da oldu. Ən böyük bacardıqları da, yəni faktiki 94.000 kvadrat kilometrlik bir vətən bizə bəxş etdilər. Yəni Azərbaycan coğrafi bir adı idi, ona bizim siyasi bir ada çevirdilər. Bu çox önəmlidir. Bugün Dağıstan durumuna baxaq. Və digər elə Dağıstan kimi digər federativ respublikalara baxanda bilinir. Biz bir neçə gün səninlə danışanda telefonda sənə bir misal çəkdim ki, məsələn deyək ki, əsrin müqaviləsi deyirik də, sonradan onun əsasında Bakı-Ceyhan çəkildi və bu gün də dünyanın strateji xəttlərindən, ana xəttlərindən, iqtisadi ana xəttlərindən biridir. Amma o vaxtı doğrudan da Azərbaycan Cümhuriyyətinin qurucularının elə bir komfortu da yox idi ki, bir müqavilə imzalasın. Çünki hamının sən demişkin, gözü Bakı neftində idi. Amma Bakı neftində gərək bir oturaşlı bir hökumət olaydı, dövlət olaydı ki, ondan sonra sözləri də ondan istifadə etmirdilər. Məsələn, deputatların çıxışları var ki, biz xarici qonaq qarşılayanda geyinməyə yaxşı bir kostyumumuz, ayaqqabımız, bir ofisimiz yoxdur onları qarşılayaq. Yəni ki, o dövlət sərvətinin də deyim ki, hökumət rəhbəri mənimsəməsi və s. belə şeylər yox idi. Yəni mən düşünürəm ki, əgər işğal faktı olmasaydı, yəni bu sürətlə, bu islahatlarla gedirsəydi, inanın ki, yəni 15-20 il sonra Azərbaycan tamam başqa bir böyük bir Avropa dövləti kimi olacaq. Yəni güclü bir dövlət olacaqdı və diplomatik qabiliyyətimiz də çox güclüydü. Nəzərə alın ki, Azərbaycan adına qarşı çıxan Qacar dövləti 20-ci ildə Azərbaycanı nəinki de facto, de jure şəkildə tanımağa, imza atmağa hazırlaşırdı. Yəni biz bunu diplomatik cəhətdən həll edə bildik. Faktiki Antanta dövlətlərinə tanıtdıq bunu. Yəni ki, böyük işlər idi. Elədir. Minnətdaram. Çox sağ ol. Var olasan Dilqəm. Sən həmişə bizim Cümhuriyyət dövrünün araşdırmacısı kimi hamımızın hörmətinə layiqsən. Bizim dostlarımız da həmişə Cümhuriyyətdən söhbət düşəndə, Cümhuriyyət qurucularından söhbət düşəndə həmişə səni hörmətlə xatırlayırıq. Sağ olsunlar. Sənə sağ ol deyirik. Sağ olsunlar. Yaşa, yenə təşəkkür edirəm. İşlərini davam etdir. Biz də baxaq, qürurlanaq. Çox sağ ol. Və öyrənək səndən. Çox sağ ol. Çox sağ olun. Mən təşəkkür edirəm. Siz Rekord TV-nin efirində siyasi kod verilişinə baxdınız. Mənim qonağım tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhməd idi. Sağ olun, salamat qalın.